Salam değerli izleyicilerim, kanalıma giriş ettiğiniz için teşekkür ederim. Bugün gördüğünüz gibi mini ruletler hazırlayacağım. Ruletler çok güzel alınır, kırılmır, ezilmir. İçerisinin kremi ise çok tatlı olur. Bütün ayrıntılarını hamısını sizlere dəqiqliyi başa salacağım. İnanın ki çox asanlıqla hazırlanır, mütləq hazırlayın. Keçirəm hazırlanma qaydasına. Əvvəlcə 400 qram mən vişne götürmüşəm və bura 200 qram şəkər əlavə edirəm. Blenderlə yaxşı çalıram, tam xırda hala gələnə qədər və üzərinə 5 xörək qaşığı nişasta əlavə edirəm. Qarğıdalı nişastasından mən istifadə etdiyim. Ocağın üzərinə qoyuram, tam qatlaşana qədər bişirirəm və qoyuram soyusun. Bir gecə soyucuda saxladıqdan sonra görürsünüz tam bərkiyibdir və üzərinə mən 500 qram kəsmikli pendir əlavə edirəm. Pendirin faizi 60%-dir. Ona görə mən yağdan istifadə etmədim. Əgər sizlər yağdan istifadə etmək istəyirsinizsə, onda əvvəlcə yağı mikserlə çalın, üzərinə pendir əlavə edin, daha sonra bişirdiyimiz həmin bu kremi əlavə edərsiniz. Krem çox gözəl olur. Gördüyünüz kimi qoyuram soyuducuya kremi, indi isə keçirəm biskvitin hazırlanmasına. 7 ədəd yumurtadan istifadə etmişəm. Yumurtanın üzərinə 1 çimdik duz əlavə edirəm və mikserlə biraz köpüklənənə qədər çalıram. Daha sonra bura əlavə edirəm mən 2 dolu xörək qaşığı şəkər əlavə edirəm. Şəkəri tam hamısını əlavə edib qurtardıqdan sonra mikserin skorusunu artırıram. Yüksək skorusda tam ağarana qədər, qatılaşana qədər çalıram. Vanili yadımızdan çıxarmayaq, vanil də əlavə edirəm. Gördüyünüz kimi tam qatılaşıbdır. Qatılığını indi unu tökdükdən sonra sizə hər dəfə qarışdırdıqca göstərəcəm. Unu isə toplamda 8 dolu xörək qaşığı un əlavə etdim. Bir paçka da qabartma tozu əlavə etdim. Yumurtanın qatılığını burada bir baxın, görün necə qatıdır. Bu şəkildə də olmalıdır. Və çırpıcı vasitəsilə bir istiqamətdə dibdən yuxarı, bir də çırpıcını qabın üzərinə çırpa-çırpa bu şəkildə qarışdırıram. Qorxmayın, obyomu yenməz. Dediyim kimi toplamda 8 dolu xörək qaşığı undan istifadə etdim. İndi görəcəksiniz ki, axırda obyomu yeməyib. Gördüyünüz kimi görürsünüzmü? Obyom yenmədi. Bu şəkildə qarışdırsanız əgər, onda yenməz. Daha sonra yağlı kağız sərdiyim soba qabının üzərinə əlavə edirəm kütləni və üzərini hamarlaşdırıram, qoyuram sobaya 180 dərəcədə bişirirəm. Burada vacibdir ki, orta hissədən kənarlara dağıtmaq lazımdır testanı, çünki orta hissədən əgər eləməsək, onda üzərində papaq əmələ gəlir, belə deyirlər. Gördüyünüz kimi çox gözəl köpür biskvitimiz. Burada isə artıq bişibdir. Kənarlarını düzəldirəm və soba qabından çıxarıram. Tam soyduqdan sonra üzü üstə çöndərib kağızını, gördüyünüz kimi biskvit çox yumuşaqdır. Kağızını tam götürürəm və daha sonra hissələrə bölürəm. Mən 3 hissəyə böldüm. Həm uzununa, həm də eninə. 3 hissəyə böldüm. Gördüyünüz kimi biskviti mən 2 ədəd düzəltmişəm, hazırlamışam. Və yəni 14 ədəd yumurtadan istifadə etmişəm. Biskvitlər çox yumuşaq alınıb. İndi isə kremi mən artıq üzərinə çəkirəm və ruletləri hazırlayıram. Kremi çox istifadə etməyin. Əgər istifadə edərsinizsə çox, onda ruleti bükərkən, rulet edərkən krem içərisindən çıxır. Biraz etdinizmi, bəsdir. Bu şəkildə rulet edirəm. Biraz da əlimlə sıxıb saxlayıram ki, yapışsın kremə. İkincini də edirəm. Krem gördüyünüz kimi çox əlavə etmirəm. Hardasa 2 xörək qaşığı bəs eləyər. Məncə, mən təqribi deyirəm. Bu şəkildə etdikdən sonra mən istədim ki, kənarlarının uclarını da kremləyim, yaxşı görünsün deyə bu şəkildə. Bu şəkildə etdim və qoyuram bir kənara. Hamısını bu şəkildə edirəm. Onu da deyim ki, çox gözəl şirniyyatdır. Qonaq gəldiyində və ya qonaq getdiyində apara biləcəyiniz ən gözəl dadlı şirniyyatdır.
Çox da ərzaq getmir. Kremi çox gözəl dadlı olur. İndi bu dəqiqə vişnənin sezonudur, bişirə bilərsiniz. Çox dadlı olur. Üzərinə isə mən şokolad əritdim və şokoladı bu şəkildə bəzəklər verirəm. Necə istəyirsinizsə edə bilərsiniz. Üzərinə hər yerini şokolad edə bilərsiniz. Bu sizin öz arzunuza baxır. İnanın ki, çox dadlı olur. Mütləq bu resepti sınayın və sizlər də bu ləzzəti dadın. İzlədiyinizə görə təşəkkür edirəm.